Dəyərli şagirdlər, 44-də deyir ki, kəsrin məxrəcini irrasionallıqdan azad edin. İrrasionallıqdan azad etmək nədir ümumiyyətlə? Ümumi bir məlumat verim. Təbii ki, bilməyənlər də var. Məqsəd burada bilməyənlərə kömək olmaqdır. Kəsrin sürət və məxrəcini məxrəcin qoşmasına vurmaq lazımdır. Vəssalam. Və qayda kitabında da var. Kök 2-nin qoşması elə kök 2-dir. Misal üçün, kök 2 minus 1-in qoşması kök 2 plus 1-dir. Bu ifadənin həllinə baxsanız, 8 bölünsün kök altı 2. Vurmalıyıq nəyə? Məxrəcin qoşmasına. Nəyi? Sürəti və məxrəci. Kök 2 vur kök 2 bərabərdir. Kök 2 vur kök 2, 8 vur kök 2 bərabərdir. Bu ifadəni eyni kök altı ifadəni bir-birinə vuranda, yəni həmin rəqəmdə yaza bilərsiniz. Və ya yazarsınız kök altda 4, 2. Yuxarıda olacaq 8 kök 2 bərabərdir. 2 ilə 8 gedər, qalar cavab 4 kök altda 2. Yəni E bəndi. 45-də deyir, katetləri 5-6 olan düzbucaqlı üçbucağın sahəsi. Düzbucaqlı üçbucağın sahəsi A, B, C. Sahə düzbucaqlı üçbucaq nəyə bərabərdir? 2-də 1 A, B. Yəni düzbucaqlı üçbucağın sahəsini tapsan, sənə hipotenuz lazım deyil. Katet lazımdır. O zaman sahə bərabərdir 2-də 1 vurulsun. Katetlər də var zaten. 5 vur 6. Bu da neçə? 6 ilə gedər 3, 15. Deməli 15 B bəndi.